Salam aleyküm dostlar. Sabahınız xeyir olsun. Bu günləri may ayının 8-i gördüyünüz kimi 2026-cı il saat 09:30 göstərir. Bizim yeni də əməliyyatlarımız var. Gördüyünüz kimi açıq əməliyyatlarımız var. Burada 1, 2 və xeyirdədir. E, 46.000 40.696-da bir əməliyyatımız var. 40.684-də bir əməliyyatımız var və açıqdır gördüyünüz kimi biri 153 dollar, biri 213 dollar, 12 dollar gəlirdədir. Ümumi nəticə 360 dollar hardasa xeyirdə açıq əməliyyatlardır və bu günün xeyri də var. Bu gün qazancları da ki 116 dollar qazancımız var. Baxaq burada custom period today. Ok. Gördüyünüz kimi bu gün əməliyyatlar ayın tarixində gördüyünüz kimi ayın 8-i, 5-ci ay ayın 8-i. Baxırıq ümumi nəticə H4-də baxırıq ümumi nəticə yuxarıdır. Gördüyünüz trend xəttini qırıb və yuxarı gedir. Biz yuxarı əməliyyatlar açırıq. Aşağı sell əməliyyatlarımız biraz risklidir. Və 1 saatlığa baxırıq. 1 saatlıqda gedir yuxarıdır. Yarım saatlığa baxaq. Burada 7035 güclü müqavimət xətti var. Buranı keçdiyi təqdirdə daha da yuxarı gedə bilər hardasa 7000 4760-a qədər 4760-a qədər getmə ehtimalı var. Deməyim onda ki, yəni bu günləri biz ancaq bu əməliyyatları açırıq. Niyə görə? Trend xəttini kəsib biz sellərdən qurtardıq. Sellər gəlirdi gördüyünüz kimi trend xəttini kəsib və yuxarı getməyə üzrədir. Demək belə. Bizim burada dediyimiz kimi müqavimət xəttimiz var. 7035 4735-i kəsdiyi təqdirdə yuxarı getmə ehtimalı böyükdür. Biz burada buy stop qoymuruq. Çox güman ki, buy stop görürsən ki, gəlir, vurur, götürür, təzədən düşür aşağı. O yüzden hələ ki biz buy stoplarımızı da qoymuruq. Bugünkü xəbərlərə baxaq, xəbərlərdə nə var? Gördüyünüz kimi xəbərlər var bu günləri. Ayın 8-i, may ayının 8-i 2026-cı il. Vacib xəbərlərimiz var bizim burada Amerikada, İngiltərədə, Kanadada. Ən əsasən 16:30-da 5, 16:05-in yarısı bizim əməliyyatlarımız, vacib xəbərlər var. O anda biz əməliyyat açmağı biraz risk etmirik. 5-in yarısına qədər texniki analizinə gedirik və o təqdirdə və sığortalayırıq əməliyyatlarımızı. Geri gəldiyi təqdirdə əməliyyatlarımızı sığortalayırıq və biz də sığortalamışıq. Gördüyünüz kimi burada biz əməliyyatlarımızı sığortalamışıq. Baxın. Ora getdi. 5 dəqiqəyə baxaq. Gördüyünüz kimi sığortalamışıq. Bu aşağı gəlsə belə buradan 1 dollarının xeyrini çıxacaq. Burada məsələn aşağı gəlsə 1 dollar xeyrindən çıxacaq və daha da aşağı düşməyəcək. Hələ ki nəticələr bu qədərdir qardaşlar, bacılar. Kimlər ki bizi izləyir. Kanala dəstək olsanız çox sevinərik. Abunə olsanız çox sevinərik və bizim əməliyyatlardan xəbərdar olarsınız və faydalana bilərsiniz özünüz üçün. Və dostlar gördüyünüz kimi yuxarı getmək istiqamətindədir. 415 dollar,
$417 belə dəyişir. Gəlir hətta $435, $440 qədər gedir. Burada güclü bir müqavimət xətti var. Bunu qırsa əgər gedəcək. Yoxlayır, qırmağı yoxlayır. Mənim fikrimcə qıracaq və gedəcək. Çünki istiqamət, ümumi istiqamət üzü yuxarıdır. Trendi qırıb və üzü yuxarı istiqamətdir.